Bəzən insan bir münasibətdən ayrıla bilmir. Çünki qarşısındakı insanı yox, onun dəyişə biləcək versiyasını sevir. Və ən təhlükəli şey də budur. Çünki sən gerçək bir insana yox, beynində yaratdığın bir ehtimala bağlanırsan. Bu gün sizə bir dostumdan danışacağam və niyə bəzi insanların zəhərli münasibətlərdən çıxa bilmədiyini. Nərmin məktəbdən yaxın dostlarımdan biri idi. O tip dostlardan. Yanında hər şey rahat hiss olunur. Boş söhbətlər, mənasız mübahisələr, içimizdə olan zarafatlar, hər şey sadə idi. Sonra həyatına biri daxil oldu və hər şey yavaş-yavaş dəyişməyə başladı. Əvvəlcə çox hiss olunmurdu. Sonra mesajlara gec cavablar başladı. Görüşlərə gəlməmək, telefonlara cavab verməmək, sanki həyatından yavaş-yavaş silinirdi. Biz əvvəlcə düşündük ki, bəlkə məşğuldur. Amma sonra anladıq, problem vaxt deyildi. Bəzi münasibətlər sevgidən çox nəzarət üzərində qurulur. İnsan qarşı tərəfi itirməkdən qorxduğu üçün onun bütün həyatını yavaş-yavaş özündən ibarət etməyə çalışır. Dostlar, hobbilər, hətta insanın əvvəlki şəxsiyyəti belə yox olmağa başlayır. Nərmin də bunu yaşayırdı və ən pis tərəfi, o bunu müdafiə edirdi. Sonra bir gün qrup chatına mesaj gəldi. Görüşək, çox vaxt keçdi. Sadə mesaj idi, amma qəribə hiss etdirdi. Çünki bəzən bir insanın geri qayıtması onun nəhayət yorulduğunu göstərir. Mən kafeyə tez çatmışdım. O artıq oradaydı. Kafenin içi sakit idi. Yağış şüşələrdən aşağı süzülürdü. Sanki dünya biraz səssizləşmişdi. Nərmin yorğun görünürdü. Amma bu yuxusuzluq yorğunluğu deyildi. Bu, insanın içində yığılan yorğunluq idi. O mənə dedi, mən bilirəm bunun sonu necə bitir. Hər dəfə eyni şey olur. Və maraqlısı budur. İnsan bəzən həqiqəti bilir, amma yenə də qayıdır. Çünki insan beynində iki fərqli insan yaşayır. Biri gerçək olan, digəri isə dəyişəcəyinə inandığın versiya. Çox insan münasibətə görə yox, potensiala görə bağlanır. Bəlkə bu dəfə dəyişər, bəlkə bu dəfə düzələr. Amma problem budur. İnsan çox vaxt qarşısındakını olduğu kimi yox, olmaq istədiyi kimi görür. Sonra mən ona soruşdum. Bu dəfə fərqli olan nədir? O bir neçə saniyə sustu. Sonra dedi. Heç nə, sadəcə artıq yorulmuşam. Və məncə insanların dəyişdiyi an məhz budur. Qırıldıqları an yox, yorulduqları an. O an telefonu titrədi. İkimiz də baxdıq, amma bu dəfə cavab vermədi. Sonra telefonu çevirdi və mən orada bir şey hiss etdim. Gücü yox, qətiyyəti yox, sadəcə fərqindəliyi. İnsan bəzən problemi həll etməzdən əvvəl sadəcə onu qəbul etməlidir. Özünə yalan danışmağı dayandırmalıdır. Çünki sağalma həmişə böyük qərarlarla başlamır. Bəzən sadəcə bir cümlə ilə başlayır. Mən artıq özümü aldada bilmirəm. Bəlkə cavab deyilən şey yoxdur. Bəlkə insan sadəcə bir gün soruşmağı dayandırır. Və həmin an keçmiş artıq səni idarə etmir. Əgər bu videoda özündən bir hissə gördünsə, unutma. Bəzən ən güclü addım geri qayıtmamaq deyil, artıq həqiqəti görməyə başlamaqdır.